Salam dostlar, mən Kənan Gözəl günlər yepyeni bir video ilə qarşınızdayım dostlar. Azərbaycan seriyamızın 6-cı bölümünü çəkirəm dostlar. Çox dostlar dedim hə. Neysə videoya davam edək. Keçən bölümdə biz bu əraziləri işğal etmişdik bildiyiniz kimi və mən bu günləri bu torpağı tutmaq istəyirəm. Bu balaca Çerkesiya dövlətini, dövlət də deyilməz bu, yəni 5000 orduya mən bu alaram. 5000 de satınız. 2000 orduya mən bura alaram. İndi beləcə bura aldıq. Tamam. Alacaqlara son heç narahatlığa gerek yoxdur. Öz millətinizi qırırsınız, ay axmaqlar. Mən bilirsiniz ki, bu boyda Azərbaycan dövləti sizin kimi birisinə necə uduza bilər? Onu da bir fikirləşərlər də, yəni məntiq var, axıl var. Rusiya. Sən aralarımızı yaxşı tutaq. Bunu necə özgürlük şeyləyə bilərik? Bunun özgürlük arzusu yoxdur. Hayda biz bu Qazaqistana hücum eləyəndə Rusiya ilə hücum eləmək məcburiyyətində qalacaq, müharibə aparmaq məcburiyyətində qalacaq. O görə mən hələlik Osmanlı İmperiyası ilə aramı yaxşılaşdırmağa çalışacağım və onlarla birlikdə papalıq hökumətinin vasalıymış burası. Ay qəbul edin bitsin, yəni başqa şey lazım deyil. Papalıqla da, papalıq devləti ilə də barış imzaladıq. Buraları asimilyasiya etdirək və bitdi. Gələcək hədəfimiz hara olsun deyə fikirləşirəm. Çox bərizdir, yəni hara olacağı. Amma mən bayağı bir ordu yığmalıyam, yəni orasında. Bir də troplayaq. Ekonomist demək olar ki, hardasa eynidir. Amma mən biraz da ekonomi basmaq istəyirəm ölkəyə. Bir də biz ekonomide deyəsən çox geridəyik. Həqiqətən də ekonomide biz çox geridəyik. Ekonomi yatırımlarını eləyək və bizim 1 milyon pulumuz var. Bunun hamısını verək araşdırmaya. Biraz teknoloji yatırımı, nüfusa bir verək, ordu bakımı, ekonomi büyümesi. Tamam. Elə yatırımı fullleyim biraz. Burada qalsın yatırım. İndi mən buralara yavaş-yavaş orduları şeyləməyə başlayıram, amma neçə dənə sərhədimiz var. Robitayın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə torpağımız var. Onlarla sərhəd. İndi bizim 14 dənə torpağımız var. Məncə 140 min ordu. Hər yeri 10 min göndərsək. Bəs eləyəcək deyə fikirləşirəm. 14 min, 140 min göndərəydi onda. Ordu basım işlemini eləyək tez. Keşke bura 1 milyon pulsunu saxlasaydım ya. İndi savaş planı deyək, saldırı planı deyək. Ekonomi, var ekonomi yüksək dostlar. Biz test şey eləyək. Savaş planından, pardon, ekonomi planından sivil ekonomiyə keçək. Devam elə. Qəbələdən ordu basaq. Daha çox Türkmenistan torpaqlarından ordu basacağım. Çünki niyə olmasın? Tam bütün ordular demək olar ki, bəs bu qədər, daha çox lazımdır. Amma pulumuz bitdi və ekonomimiz pulumuz ne qədər gerilədi. Benim bayağı bir pulumuz çıxacaq kimi bu videoda. Belə. İndi bunların hamısını başkəndə aparım elə bir. Buraya göndər və bunu da buraya göndər. 140 min oldu deyə fikirləşirəm artıq. Baxacaq 140 min olub mu, olmayıb mı? Tamam, 140 min oldu. 907'ye at. İndi hər cəbhəyə bir dənə kale inşa eləmək lazımdır hər cəbhəyə. Ki bunlar bizə saldırdıqda biz daha az xəsarət yiyəcək, ona görə. Belə. Yaxşı, eləcək hamısın. Bunu bir səviyyə daha yüksəldək. Bir tur burada həmçinin. Mən hər yeri belə eləyib gəldim. Bu da sonuncu, tamam. Hər yerə artıq qala binalar inşa elədik. Hər yerə binalar inşa elədik artıq. Və ikinci səviyyəyə də çıxardıq hətta. Tamam. Çatar bu qədər. İndi hər yerə 10 min ordu göndərəcək. Və hər cəbhəyin birinə 20 minlik ordu göndərəcək. 20 min ordu göndərəcək ki, hər hansı bir tərəfdən düşmən orduları toplu gəlsə, biz 20 minlik ordumuzla onları cavab verə bilək. Əlavə 40 minlik ordu basacağım. 20 min 2 yerə ayıracağım. Arkada dəstək olaraq.
2 2 2 2 4 3. Tamam, bura 20 min gönderək. Burada eyni sayda bura göndərək indi. Arkada bunlar gözləsin. İndi İran hökuməti. Ya mənim istədiyim o bir dənə torpağı verərsən, ya da mənimlə savaşmaq məcburiyyətində qalarsan. Seçim sənindir. İndi sizə bariz bir seçim sunacağım. Burayı mənə verin. Savaş planını burada savunma planı olarak değiştiririm hələlik. Gördünüz? Bak, savunma planı değiştirdim ama bayağı bir həqiqətən də biz karsız çıxdıq. Onlar karlı çıxdı bu durumla. Yine onlar karlı çıxdı bu durumdan, yine ve yine. Yani biz bura çok qoruyacaq, çok. İki tur qoruyacaq, əsgərlərin itirsinlər. Bir tur daha qoruyacaq bura. Və artıq hücum eləyəcək. Tamam. Plan, saldırı planı. Sen buradan, siz Tehran Cumhuriyeti'ne hücum eləyin. Siz buradan. Tamam, hadi askerim, güvenirim size. Bir de arkadan yedek olsun. Orduları yetiremedim. Tamam. Oha! Bu nedir? 20 minlik ordu var paytaxtda. Gerçi gözləməliydim, yəni 20 minlik orduyu olacağını bilməliydim. Biz çok ordu itirdik bu arada. Burayı da buradan gönderiyor hatta. Böyle burada ordu gönderək. Bura belə qoruma altına alaq belə. Falan qoruma altına alaq. Arkaya comeback atın tez. Buralara əskər tez. Vuruşturaq. Tamam, oraya geri aldık. 30 minli ordu var orada. Eğer paytaxtı alsaq her şey bitti yani. Paytaxtı alsaq onlar düştü. Paytaxtı alsaq onlar düştü. Şimdi bura tamam. Şimdi bak gönder. Bura gönder. Oo, bayağı bir asker itirmişik. 30 minli bana 40 minliyle saldırmalıyıq da buraya yani. Başka bir çözüm yolu yoktu. Oraya niye saldırsaydık keşke orada. Tamam. Eybi yok. Problem yoktu oraları almaları için. Biz sadece başkente odaklanacağız diyecektik. Ve burası saldırı kesitler ama başarısız oldu. Bunlar da başarısız oldu ama her an ele keçirə Bu kadar ordu basaq. Biz. Bu da bura. Zaten oraya bir dəfədə almağımıza imkan yoxdur. Yəni 20 min ordu var orada. Ama yani baxacaq da indi çalışacaq almağa. Bu da bura. Tamam. Tamam. Hücum eləyəməyəcəkdir onsuz da. Buradan girib düşürdə bilməyəcəklər. Biz artıq demək olar ki, mən ilk başda ümidli değildim, uduzacağımızı sanırdım. Amma belə çıxır uduzmayacaq. Hətta biz neçə minlik? Bax nə? Hə. Biz neçə minlik qabaqdayıq? Biz 9 min, bu 4 min ordu itirmiş. Onlara 9 min.
Uzağı 4500 qabaqda yox onlardan. 4500 əskər qabaqda yox demək olar ki. Burada, burada, burada. Yaxşı, bu da bura göndərək. İranı hər tərəfdən məğlub edirik. Həm güneydən, həm kuzeydən, həm batıdan. Həm batıdan, həm batıdan, həm doğudan. Yəni unutdum tərəfləri. İşğal edirik hər iki tərəfdən. Tez-tez buralarda orada alaq, basaq daha doğrusu. Tamam. Türkdü mü? Düşmədi daha. Dirənirlər. Tehran hökuməti dirənməyə davam edir. Lənkəranı aldılar. Lənkəran burada da deyəcəklər ki, getcinən Ayqov Story'dan Əlivi üz deyəcəklər. İndi mən xəritələrdə danışa bilmirəm. Deyəcəklər ki, oynamağı bilmirsən. Nə şu oynayırsan oyun deyəcəklər. Heç ölkələrin yerini də bilmirsən. Torpaqların, atların belə bilmirsən deyəcəklər. Hamısını bilə bilmərəm də yəni. Elə deyil. Hamısını bilə bilmərəm. O qədər də yox. Bura əskər göndər, burada əskər göndər, burada. Tamam. Batı ilə doğuyu birləşdirdim bu saat. Batı ilə doğuyu birləşdirdim. Tamam. Dur. Bunu bura göndərim. Bunu bura göndərim. Bunu isə həm bura, həm də bura göndərim. 11 minlik ordu saldırdı. Bizə mənə elə gəldi. Yaxşı şarkı ordu göndərmişəm. Ora alacaqlar. Problem yoxdur. Tam Tehran aldıq dostlar. Tehran almış bulunmaqdayıq. Artıq İran tamamilə düşdü, yəni. Artıq buradan toplaya bilməzlər geri. Toplaya bilməzlər. Eynən. Bax, nədən yaxşı söylürsəm, həmişə pis bir şey olur da. Yəni orada 30 minlik orada da ordu var indi. Oradakı orduyu da bir ələ keçirməliyik. Gəlin siz bu tərəfə. Mən ancaq hücum eləyim belə. Tamam, hücum eləyirlər. 3000 ora aldılar. İyi. Tamam, daha çox ordu itirmədən bunları pakt eləməliyik. Amma necə eləyəcək, onun da problemi var indi. Bunları necə pakt eləyəcək biz? Hələ bu boyda ölkələr var. Bunlar asandasa pakt olmaz. Burada. Ay. Bir Ayda olmadı. Necə ala bilmədik biz orayı? Bura tamam. Bura alarıq da, yəni axırıncı dəfə xatırlayıram. Bu orduyu bura göndərmişdim. Haydi 10.000 ordu da burada var, hemen nə qaracağım? Hadi ben ne edeceğim? Pakt olun da, xahiş edirəm bax.
Səmimi deyirəm bax, səmimi. Pakt olun mənə daha çox uğraşdırmıyor. Deməli mən onda bu orduyu bura göndərim full. Bir de içimize sızmış bazı hainler var. Orada ele keçirək. Burada, buraya da. Arkadakı əsgərlər biz gətirək qabağıya. Tamam. Pakt. Oğlum, Tehran geri aldılar. Ama çok az bir zaman sürdü Tehran geri almaları. Yaxşı gedirik. Tamam, yaxşı gedirik. Bura əsgər göndər, bura əsgər göndər, bura əsgər göndər, bura əsgər göndər. Burada ora aldılar, geri aldık. Tamam. 1, 2, 3. Ha tabi 12.000. Ama problem yok da alacak orada. Bitti yani siz elinizi üzün yani İran'la. İran hükümeti. Siz bana o bir torpağı verseydiniz belki de bu kadar kan tökülmeyecekti. Kim bilir. Ama siz yalnız siz buraya gidin. Sen de buraya git. Sen de buraya git. Bura. Tamam. Siz yalnız siz buraya gidin. Her yere bölüştürdüm diye fikirleşirəm. Adamları her yere bölüştürdüm orduyu. Ayda efendim bir daha tur hoppan atladım. Bir daha tur hoppandım neydi ya? Az kalsın diye dedim bir daha tur hoppandım. Bu da bura. Bu da bura. Yaxşı. Oh. Tamam böyük bir tehdit değil. Alacağıq. Problem yoxdur heç bir türlü. Ama biz gəl də buralara ordu göndərək belə. Ayda. Tamam çok hücum eləmədilər. Aldık ora. Heç çok problem olmadı ora bizim için. Biz devam edək buradan böyümeye. Tamam pakt olun artık. Diyecektim arkadan gelirler vay. Aşağı puştular. Arkadan gelmeye ciddiydi. Tamam pakt oldular. Ben sizden bu torpağı istemiştim. Ama siz sağ olun kabul eləmədiniz. Bu torpaqlar da mənə yar etdiniz. Tehran'da istəyirəm mən. Bu ərazilərinizi də istəyirəm. Və kölə eləyə bilirəm özümə. Kölə eləmək üçün şey lazımdır. Dur. Hələ eləyəmirəm, hələ də eləyəmirəm. Tamam, eləyə bilirəm indi. Kölə, siz mənə köləmsiniz artıq, tamam. Bu torpaqlar mənə yar olmadı. Ama siz artıq mənim köləmsiniz. Görüm harda şey deyəcəklər. Tam bura qurdular. Paytaxtları qurdular. Bir dəqiqə. Paytaxtları qurdular bunlar. Bura qurdular. Buradadır. Heç bilinmeyen bir de yere ne şu paytaxt qururuz. Adam koyar buralara falan. Hiç bilmediğiniz yere adı bile olmadığı yere ne şu paytaxt kurarsınız ay İran hükümeti. Pardon Qatar hükümeti. Dostlar eğer belə
Azərbaycan seriyasının davamını gəlməsini istəyirsənizsə, şərhlərdə belirtə bilərsiniz ya da başqa bir seriyə başlamamı da istəsəniz, şərhlərdə yaza bilərsiniz. Hamınızın şərhlərini oxuyuram. Kanalıma da abunə olmayı unutmayın. Bütün sözü bir cümlənin içində deməyi başardım. Heç çaşmadım özdə. Nə üçün durur deyə. Belə gələk bura. Bak 140 biz bayağı ordu bastık orada da. Ama yine de 140 geldiğimiz orduyla aynı orduda çıxış elədik. 2386'yı çıxardaq. 2386. 140 minlik bir ordumuz var. Tamam, bu tur Qaçar Xanlığına hücum elədik. Amma gələcək tur hər halda Qazax Xanlığına hücum eləyəcək. Ya da Osmanlıya da hücum eləyə bilərik. Bugünlük video bu kadar idi. Kanala abone olup like atıp bildirimleri açmayı unutmayın. Görüşərik. Bay bay.